Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump İranın qisas almağa cəhd eləyəcəyi təqdirdə daha güclü zərbə ilə üzləşəcəyini bildirib. Bu haqda Trump Truth Social sosial media platformasında məlumat verib. İran indicə dedi ki, bugün çox güclü zərbə vuracaqlar. Hər zamankindən daha sərt. Onlar bunu etməməlidirlər. Yoxsa biz onlara əvvəllər heç vaxt görülməmiş bir qüvvə ilə vuracağıq deyə o vurğulayıb. Qeyd eləyək ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçilər Korpusu İranın ali rəhbəri Əli Xameneyinin ölümünün qisasını alacağını açıqlayıb. İrana qarşı həyata keçirilən hücumlarla bağlı bir neçə çıxış yolu var. Bunu Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Axios xəbər platformasına açıqlamasında deyib. O deyib ki, əməliyyatların davamı ilə bağlı fərqli ssenarilər mövcuddur. Uzun müddət davam etdirib hər şeyi ələ keçirə bilərəm ya da 2-3 gün ərzində bitirib İranlılara deyə bilərəm ki, əgər nüvə və raket proqramlarınızı yenidən qurmağa başlasaz, bir neçə ildən sonra yenidən görüşəcəyik. Prezident əlavə edib ki, istənilən halda İranın hücumların nəticələrini aradan qaldırması üçün bir neçə il lazım olacaq. Trump əməliyyatların başlanma səbəblərinə də toxunub. Onun sözlərinə görə əsas səbəblərdən biri Steve Witkoff və Jared Kushner'in rəhbərlik etdiyi danışıqların nəticəsiz qalması olub. İranlılar razılığa yaxınlaşdılar, sonra geri çəkildilər, yenidən qayıtdılar və yenə geri çəkildilər. Onların niyə razılaşmaq istəmədiklərini başa düşürəm deyə Trump bildirib. O ikinci səbəb kimi İranın son illərdəki davranışını göstərib. Hər ay onların pis bir şeyini etdiyini, nəyisə partlatdığını və ya kimsə öldürdüyünü görürdüm. Trump həmçinin İsrailin baş naziri Benjamin Netanyahu ilə telefon danışığını qeyd edərək Bibi ilə əla söhbətim oldu deyib.